Təsəvvür edin ki, gedib işlənmiş yox təzə avtomobil alırsan ki, heç olmasa bir 2 il, 3 il, 5 il usta görməyim, ümumiyyətlə rahat yaşayım. Və sənin aldığın o təzə çanqan belə qarlı, küləkli havaların birində pillələr qutusu, transmisiya dağılır və maşın gəlir emalatxanaya. Sürətlər qutusunun içərisində olan əsas filtr, baxın, kağızdır. Və çöldə olan mikrofiltr. Bu da kağızdır. 100 min yaxın yürüyüşü yoxdur. Yaxşı, niyə olub belə? Təzədir də, yəni çox belə qəbul edə bilmirəm mən bunu şəxsən. Yəni sürücü bəlkə aqressiv sürüb, bəlkə nə bilim nəsə düz eləməyib. Və niyə görə avtomobili sökmüşük? Əsas məsələ. Yaxşı, bəs indi bu sürücü nə qədər xərc gözləyir? Bu sürücünü hardasa aşağı yuxarı bir... Mən eyni sualla birinci Mehdi Ustaya müraciət etmək istəyirəm. Mehdi Usta yenə də, hələ də təzə avtomobil yoxsa işlənmiş avtomobil? Belə də yoxdur. Belə də yoxdur, amma. Bir də var ki, qar yağır, maşın gəlib ustada qalıb və onda nə mənası oldu bu təzə avtomobilin? Söktüyümüz avtomobil 2023-cü il Çanqan. Avtomobil üzərində olan zaman o səthi seçmişəm. Yəni baxırsan ki, hər şey yağın içində də görürsən. Bax, dişli saxların hələ mən sıradan çıxan görməmişəm. Təzə almışam, güya istəyirdim ki, usta özü görməyim. Usta da ki, usta özü. Yenə gəldi mən deyəm. Qardaş, ayrı-ayrı növlərdir. Gəlin baxaq görün niyə dağılıb, nə baş verib və yenə də təzə avtomobil yoxsa işlənmiş avtomobil? Təzə. Mən eyni sualla birinci Mehdi Ustaya müraciət etmək istəyirəm. Mehdi Usta yenə də, hələ də təzə avtomobil yoxsa işlənmiş avtomobil? Raqib bəy, əslində yeni avtomobil yaxşıdır, alıb sürmək. Belə də yoxdur. Belə də yoxdur, amma yeni avtomobil almaq olar. Çin avtomobili deyil, yəni Alman avtomobili. Hər Çin avtomobili olmaz. Hər Çin avtomobili olmaz. Alman avtomobili almaq olar, bəli. O bahadır da. Yapon avtomobili yenisini almaq olar. Hə, o bahadır. Amma məsələ nədir? Doğrudan da, yəni məsələn mən də çox hallarda bu prinsiplə yanaşıram. Deyirəm ki, qardaş, alırsan heç olmasa təzə avtomobil alırsan. Bilirsən ki, bir 3 il, 5 il usta görməyəcəksən. Bir də var ki, qar yağır, maşın gəlib ustada qalıb və onda nə mənası oldu bu təzə avtomobilin? İndi nəyi var bunun? Bu GS35-dir, özü də GS35 Plus-dur qeyd olunub orada. Bəli. Salamlayıram. Necə oldu hadisə? Bizim izləyicilərimiz Raqib bəy, xoş gəlmisiniz. Kənan bəy, xoş gəlmisiniz. Söktüyümüz avtomobil 2023-cü il Çanqan GS35 avtomobilidir. Sürətlər qutusu DTC. Dual class sürətlər qutusu, yəni dual class transmission, qoşa muftalı sürətlər qutusu sayılır. Avtomobil nə ədəddən yanıma yaxınlaşıb? Avtomobilin sürətlər qutusu arxaya və qabağa gedən zaman, hərəkət zamanı avtomobilin sürətlər qutusunun səs var idi və mexaniki şestrin var. Hətta onun mən... Dişli çaxlar. O səsi biz indi efirə veririk. Mehdi Usta çəkib onu ayrıca. Səsi bəli, mən çəkmişəm avtomobili sökməni. Sürətlər qutusu, baxın, görürsünüz budur. Avtomobil 7 pillə ezgi sürətlər qutusudur və bu avtomobilin üzərində 5 pillə mexaniki sürətlər qutusu gəlir, 6 pillə IC sadə avtomat və ən sonuncu model üzərinə gələn sürətlər qutusu 7 pillə ezgi sürətlər qutusu gəlir. Yəni bu modellərdə üçü də gələ bilər. Bəli, üçü də gələ bilər. Bizim seçim imkanımız yoxdur da, belə baxın. Seçim imkanımız yoxdur. Köhnə modellərində gəlir IC-in, yeni modellərin hamısında dual class gəlir. 5 pillə mexanika, 6 pillə sadə avtomat, 7 pillə dual class sürətlər qutusu gəlir bu avtomobilin üzərində. Bugünkü söktüyümüz sürətlər qutusu da DSG-dir, 7 pillədir. Səslə yaxınlaşır avtomobil yanımıza və bu avtomobillərin səsdən də başqa əlavə mən nə məlumat vermək istəyirəm sizə. Birinci növbədə avtomobilin sürətlər qutusunun içərisində Raqib bəy 2 ədəd filtr olur. Sürətlər qutusunun içərisində olan əsas filtr, baxın, kağızdır. Görürsünüz, yəni setka deyil. O bəzən deyirlər ki, ehtiyac yoxdur setkadır. Bu kağız filtr 150 mindən bir dəyişilməlidir və çöldə olan mikrofiltr. Bu da kağızdır, bax görürsünüz. 50 mindən bir yağ dəyişiləndə bu dəyişilməlidir. 150 mində sürətlər qutusu enməlidir, bu dəyişilməlidir. Və sürətlər... Bu nə qədər gedib təxmini? Avtomobilin 150-ni keçməyib. 100 min yaxın yürüyüşü yoxdur heç. Heç buna çatmıyıb? Xeyr, çatmıyor belə buna. 100 min yaxın yürüyüşü yoxdur. Yaxşı, niyə olub belə? Təzə avtomobildə niyə belə olub? Burada belə deyim da, istehsalçının ehtiyat səsinin zəifliyindən deyə bilmərəm. Yəni, birinci dəfədə biz sökülük sürətlər qutusunu, avtomobilin üzərində gələn, yəni zavod sürətlər qutusudur.
Yəni baxırsan ki, Hər şey yağın içində də görürsən. baxırsınız təzə sürətlər qutusu, amma dişli saxlar sıradan çıxıb. Burada bir dənə məqam var. Avtomobil sürməklə də bunu sıradan çıxarda bilmərik Raqib bəy. Ehtiyat hissələrinin keyfiyyətsizliyindən qaynaqlanır. Bu da yəni başqa ikinci bir suala Onda cavab elə yoxdur. olsa belə çıxır ki, hamısı gəlməlidir. İndi gəlir də yavaş-yavaş çəkirik də. Bax görürsüz, sadələrdə. Yəni sürücü bəlkə aqressiv sürüb, bəlkə nə bilim nəsə düz eləməyib. Onu sürməklə heç bir şey eləyə bilməz. Bəlkə neytral atmalıydı, atmayıb hər dəfə dayananda. Dual DSG sürətlər qutusunun 2010, 11, 12 Volkswagen-lərin üzərinə gəlir də. Onların dişli saxların hələ mən sıradan çıxan görməmişəm. 10 neçə ilin avtomobilləridir. Amma qoşa nazimçaq K5-lərdə olan deyil. Xeyr, onlarda robotdur. Robot başqadır, DSG başqadır. Yəni Yenə gəldi mən deyənə. qardaş, ayrı-ayrı növlərdir. Və sürətlər qutusunda baxın ilişmə muftası, qoşa muftalı görürsünüz, bir paket və ikinci paket. Ona görə qoşa muftalı sayılır, görürsünüz Raqib bəy. Sonra sürətlər qutusu nə sıradan çıxır? Sürətlər qutusunun gidrabloku. Mexaniki beyin. O deyirik, biz mexaniki gidrablok deyirəm. Bunlarda mexaniki beyinlərdə problem yaranır. Nə sıradan çıxır orada? Bunda sıradan çıxmayıb. Yəni bunlarda bizi bu avtomobillərdə, bu sürətlər qutusunda, bu növ pillələrdə bizi bunlar gözləyir. Azər mən bunu bir məlumat üçün maarifləndirirəm. Yəni birincisi bu avtomobildə sürətlər qutusu sıradan çıxdığı. Görürsünüz üzərində solenoid sensoru deyirəm, təzyiq datçikləri bax. Bunlar xarab olur? Bəli, bəli. Gidrablokun özünün sıradan çıxma ehtimalı çox azdır. Struşka metal qırıntısı verdiyi halda solenoid datçiklər sıradan çıxır və gidrablokun içərisində olan klapanlar var. Klapanlara iz salır və hətta metal qırıntısı klapanın arasına düşüb tam klapanı dirəndirə bilər. Hətta o dərəcədə. Bəli. Sürətlər qutusunun 7 litr yağ tutum həcmi var. 7 litr yağ tutum həcmi var. 50 min yürüşdən bir sürətlər qutusunun yağı dəyişilməlidir mikrofiltrdən. Dəyişilib məsələn bu? Bunda xeyr dəyişilməyib. Yox, amma 50 mini keçib dəyişməyib. Dəyişməyiblər, bəli. O da var. Və 150 mindən 3 dəfədən bir iç filtr dəyişilməlidir. Bu sürətlər qutusunun və niyə görə avtomobili sökmüşük? Əsas məsələ. Mən sizə burada dişli çarxın necə sıradan çıxmağını görsədim. Belə onu soruşuram da bayaqdan. Görürsünüz? Yeyilib də, yəni bir vurma var elə. Görün necə sıradan çıxıb. Baxırsınız, baxın tam yaxından seçsin. Bunu nəsə vurub da Mehdi usta. Xeyr Raqib bəy, burada bunu heç nə qıra bilməz. Sadəcə metalın öz keyfiyyətsizliyidir qardaş. Bunu sürücü sürməkdən, bunu gidrablok idarə edir sürətlər qutusunu. Bu mexanik pillələr deyil. Sürücünün səhvindən, sürücünün xamlığından sıradan çıxsın. Vaxtı çatır, yetişib, sadəcə ehtiyat keyfiyyətsizdir. Yəni bu da başqa bir sual. Zəmanətdə deyil bu avtomobil? Xeyr, zəmanətdə deyil. Çin variantıdır. Zəmanətdə deyil, bəli. Yəni Çin variantı deyəndə onsuz da hamısı Çin variantı. Çin variantı qardaş yəni özü gətirir də belə. Özü gətirir, bəli. 2023 avtomobil zəmanətdə olsa üzərində Çanqan Azərbaycanın rəqabı var. zəmanətdən çıxıb avtomobil. Ya zəmanəti bitib ki, vaxtla bitməmiş, əslində bitməməlidir. Ola bilər ki, yağ dəyişmə başqa servisdə olmur. Ola bilər, alıb ki, mən gətirməyəcəm bura və yaxud başqa yerdə yaşayır. Çünki zəmanəti bitmiş, hətta mən avtomobilin sahibindən soruşdum. Qardaş dedi, yox, biz almışıq, avtomobilin hətta ikinci sahibiyəm mən, yəni zəmanəti yoxdur sürətlər avtomobilin. Mən dedim, qardaş, avtomobil zəmanəti var, mənə zəng vurdu, bu illə avtomobil təmir edirsə, dedim, bəli, təmir edirik. Dedim, qardaş, bəs zəmanəti yoxdur, dedi, qardaş, mən ikinci sahibiyəm, zəmanəti yoxdur. O haqda tam dəqiq məlumatım yoxdur. Yaxşı, bəs indi bu sürücü nə qədər xərc gözləyir? Bu sürücünü hardasa aşağı-yuxarı bir 3500-4000 ətrafında. Yəni siz aşağı-yuxarı hazır ikinci əl qoyacaqsınız yoxsa bunun məndə bir komplekt sürətlər qutusu var Raqib bəy. Mən sürətlər qutusunu ümumi dəyişmirik. Dişli çaxlar komplekt. Bunlar belə deyim, üçü bir şəkildə dəyişilir. Bax görürsüz, bax Kənan bəy bir dənə yaxından çək. Yəni hər şey qalır, siz ancaq bunları dəyişdirirsiniz. Baxın görürsüz, bax bunda sıradan çıxardıb. Görürsüz Raqib bəy. Bəli, bəli. Dişli çaxlar sıradan çıxır. Hadi yəni burada bir yeyilmə var da. Komplekt şəkildə dəyişilir. Sürətlər qutusunun yağı filtri dəyişilir. İlişmə muftasının ferdolları sıfır qoyulur. Filtrlər sıfır qoyulur. Sürətlər qutusunun ilişmə muftasının qabaq krişkası. Hər sürətlər qutusunun fərqi yoxdur. Biz bu krişkanı misal üçün bugünkü günü sıfır qoyduq. 10 mindən sonra sürətlər qutusu başqa bir problemə göstərişləsi olsa, yenə bu krişka dəyişilməlidir. Bu sürətlər qutusunun yağ qapağıdır. Streniyanın yağ krişkası. Onda nə özəlliyi var ki? Adi kipkət kimi, misal üçün, mühərrikin arxa saloniki necədir? Girdi, çıxdı, üzr istəyirəm. Rezinlərə görə. Rezinlə, bəli, belə deyək. Bunu quraşdırdın, yenidən çıxartdın və yenidən stanovka eləyəndə bu ikinci dəfə yararsız sayılır. Bəli, yararsız sayılır. Yəni, bu kipkət kimi bir şeydir. Yəni, əsas rolda ilə kipkətdə yağı saxlayır. Yəni, siz ancaq bunları dəyişdirəcəksiniz, bunu, filtri, yağı falan onunla bərabər gəlir. Bir aşağı-yuxarı bir 3500-4000 aşağı-yuxarı bir xərcə çıxır və gördüyümüz işlərdə siz bilirsiniz, bizdə rəsmi zəmanət verilir. Nə qədər verəcəksiniz zəmanəti bu vaxtda? Bunun avtomobili hardasa Raqib bəy 100 min yürüş
zəmanət veriləcək. 100 min bunun zavodun qoyduğu getməyib. İndi zavodun qoyduğu, belə deyim də, burada necədir? Sürətlər qutusuna bax görürsünüz, yağ filtrini dəyişməyiblər. Dəyişib. Misal üçün belə deyək. Bax, Çanqan avtomobillərində reduktorlar deyirəm, səsiyə deyir. Biz onu bilirsiniz, Çində sərgili olanda onun mənə ehtiyat səsinin sıradan çıxmayan variantını təklif ediblər. Yəni biz bunu sizə yaxşı keyfiyyətli variantda hansısa bir firma deyir ki, məndə beləsi var. Beləsi var və o da ondan daha uzun ömürlüdür. Bildiniz nə demək istəyirəm? Amma o baha başa gəlir. O baha başa gəlir müştəriyə. Misal üçün Santa Fe modelləri var Raqib bəy. 2007-2008 2 dizellərdə 5 pillə sürətlər qutusu gəlir. Onların reduktorları səs eləyir. Avtomobil pavorta girəndə o qranat necə səs verir? Həmin səsi verir. Çox ustalar elə bilirlər qranatdan, amma qranatdan deyil. Aqil usta bunun daha çox Aqil ustadan başına gələr. Sürətlər qutusunun səsinin reduktoru var. Və onun sıradan çıxmayan variantı var. Avtomobilin üzərində gələn zavod istehsalçı buraxdığı most sıradan çıxır 100 mindən, 150 mindən sonra. Amma sonradan qoyulan mostlar 300 min, 400 mindən yuxarı gedir. Hə, o artıq avtomarketi. Bir firma onu görür, işləyir, daha yaxşısını və ondan işləyir, keyfiyyətçisini və deyir ki, hə, mən bunu yaradır və marketə girişi bacarır da, belə deyək. Necə ki, yağlar gəlirdi, əvvəl 5 manat yağlar gəlirdi, hamı elə bilirdi ki, bu yaxşıdır da, bilmirlər ki, bundan da yaxşısı var. Bu gün də belə avtomobillər var ki, gələn kimi, misal üçün, niyə deyirlər Çindən gələn maşınları 3500-də özün gətirmisənsə, 3500-də yağını dəyiş, təlimatda özləri qeyd edir. Yəni, bu şeylər var. Elə şeylər var ki, alırsan reduktor yağı, məsələn, deyirlər ki, bunları birinci dəyiş, bu sanki belə də, yəni maşın olsa satılır və hər şeyin ən ucuzunu qoyub göndəriblər ki, bu getsin. Belə yanaşmalar, yəni bu Çin avtomobillərində. Amma yenə də, yəni, bax, bu sualları da bizə verəndə ki, bunu alım, yoxsa onu alım. O birisi deyir ki, əşi, təzədir də alaram, əlimi qulağıma qoyub filan qədər sürərəm, yaşayaram, amma olmur. Gördüyünüz kimi, belə bir havada, soyuqda, qarda, qışda sən yenə də qalırsan maşınsız. Baxmayaraq ki, güya təzə almışam, güya istəyirdim ki, usta özü görməyim. Usta da ki, usta özü. Qardaş, keçmiş olsun qardaşa. Çin avtomobillərində, Çanqanlarda o ki deyirəm, DSG 7 pillə sürətlər qutusu. Ən zəif, yürüyüş həddi olaraq ən zəif, belə tez sıradan çıxan sürətlər qutusudur. Amma hibridlərində Raqib bəy, Y-Civic gəlir, bir də müvaidlərdə biz efirdə gəlir. O dedicated olanlar yaxşıdır. Bəli. Belə deyim, Y-Civic-dən dual clutch-ın qarışığıdır. İki sürətlər qutusundan bir sürətlər qutusu. Hə, o dedicated yaxşıdır. Bəli. Onlarda bu ya da heç olmasa o avtomobilləri alanda bir soruşun ki, usta, bunun üzərində hansı transmisiyadır bilim, ən azı bu tərəfdən ustalıq olmayın. Çünki biz görürük ki, bunlarda daha çox elə bu mövzuda daha çox sizə gəlir, ustaya yaxınlaşırlar da. O birisi mövzularda hələ ki pis deyil, gedir. Əgər vurmamısan bir hadisə olmayıbsa, gedir də yəni, indi şükür Allaha. Belədir. İndi pillələr qutusu çıxıb oradan tamamilə və biz də istədik ki, eyni şəkildə sizə sadəcə göstərək, bir altına da baxış göstərək ki, vəziyyət necədir burada hazırda çıxıb və onu artıq işləyəndən sonra Mehdi usta inşallah yerinə bərpa eləyəcək. Amma yenə də təzədir də, yəni çox belə qəbul edə bilmirəm mən bunu şəxsən. Həzm eləmək olmur ki, mən təzə maşın alım, 2 il, 3 il sonra gəlim təzəndən ustanın yanında, yenə maşınsız qalım, yenə də bu qədər pul xərcləyim ki, nə var, adı üstündə təzə maşın almışam. Ona görə də qardaş, mən məsləhət görürəm, təzə maşını almaq yaxşı şeydir. Allah maşını olmayan rəhmət avtomobili qismət eləsin. Raqib bəy, bəli. Amma eləsi olsun ki, eləsi olsun ki, ustalarda qalmasın. Ay, sağ ol. Biz də onu göstərməyə çalışırıq ki, onsuz da bizdən belə şeylər soruşurlar. Burada hələ Raqib bəy, bir məqamda var ki, yaxşı ki, bunun ehtiyat səsi bizdə var. Və ehtiyat səsi bizdə olmasaydı, bu avtomobil ən azı bir 2 ay, 3 ay bunun ehtiyat səsinin gəlməyi, gözləməyi... Hətta rəsmi dillərdə belə var ki, qoyur ki, gəlməyi, gözləməyi, yəni gör nə qədər vaxt aparır. Misal üçün, bax burada görürsünüz, Nissan Juke avtomobilləridir, Civic sürətlər qutusu. Bunun hər bütün ehtiyat hissələri var bizdə. Bunu biz bir günə, gün yarıma, maksimum 2 günə təmir edib veririk. Bütün ehtiyat hissələri əlimizdə var. Həm də bu adamı, bu neçənci ildir məsələn? Bu adamı yandırmır. 2012-ci il. Hətta bu adamı yandırmır da, başa düşən 2012 maşını da ola bilər də. Plus Civic'idir, 150-200 mindən yuxarı. Xərci də o qədər olmur onların. Xərci də o qədər olmur bunların, bəli. Yəni, budur, əsas o adamı, belə deyək, o təsir edən insana əsas bu məqamdır. Ona görə yenə də göstəririk, bizim işimiz budur. Ustalara da deyirik ki, belə şeylər olanda xəbər eləyin, gələk, çəkək, göstərək, digərləri də bilsin. Yəni, bu artıq onlarla, yüzlərlə sürücünün cavabıdır. Bizim, bax, bu bir neçə dəqiqəlik video reportajımız. Mehdi usta, çox sağ olun. Siz sağ olun, Raqib bəy. İşinizdə uğurlar. Kimin avtomobillə əlaqədar sürətlər qutusuna bağlı, kimin nə sualı olsa, candan başdan qulluğunuzlayıq. Çox sağ olun, özünüzdən müğayət olun. Uğurlar olsun. Çox sağ olun. Sağ olun.